Salam əziz dostlar. İlk olarak XAV hakkında biraz kısa məlumat vermek sonradaki mənim şəxsi akkontum hakkında sizə bilgi vermək istəyirəm. XAV İngiltərənin bir şirkətidir. Şirkətin lisensiyası var. Və bizə bu şirkətə ortaq olmaq, yəni ortaq deyəndə yatırımlar etmək, yatırımın qarşısında bizə pul təklif edir və biz də bundan istifadə etməliyik. Mənə elə gəlir. Mən bunu yoxladım və sizlərə də göstərmək istəyirəm. Bu günləri demək olar ki, mən bura 3 gündür getmişəm. 3 gündə mən qazancım burada görürsünüz. Mən qazancım hardasa 49 dollardır. Yəni ki, məncə yaxşı pul təklif edirlər, yoxlamağa dəyər. Siz bilirsiniz ki, yatırımlar özü bir riskdir. Əgər risk alırsansa, ya qazanacaqsan, ya da itirəcəksən. Mən güman edirəm ki, biz itirməyənlərdən olacağıq. Və beləliklə ümid edirəm ki, hər şey yaxşı olacaq. Keçək saytdakı bizim səhifəmizə. Burada gördüyünüz kimi mənim balansım hal-hazırda 298 dollardır və bu isə gəlir diaqramıdır. Gəlir diaqramında 4 ilə 5 ilə arasında dəyişir. Yəni bugünkü gün fevralın 5-i. Fevralın 5-i və bu günlük sayt bizə təklif edir 4.05. Yəni ki, hal-hazırda mənim bu günləri qazanacağım pul, bu hardasa saat 12-də yatacaq bu mənim balansıma və burada görsənəcək. 398-in 4.5% gələcək. Bu bizim burada buradan çək edə bilərik. Əgər istəsək, yenidən sayta yatırım da eləyə bilərik. Burada gördüyünüz kimi 3 gün içində gələn mənim pulum fevralın 3-ü 16.28 dollar, fevralın 4-ü 14.70 dollar və dünənləri 17.40 dollar. Hal-hazırda artan qrafik üzrə davam edir. Çünki mən buradan pulu çəkmirəm və yenidən bu sayta yatırım edirəm. Beləliklə saytın işi çox sadədir. Pul qoyursunuz və qoyduğunuz pulun, məsələn 100 dolların sizə 50%-ni geri qaytarır. Yəni bu tez bir müddətdə baş vermir. Bu hansı ki, çəkə bilər 1 ay müddətində, ən gec 30-32 gün müddətində sizin qoyduğunuz 100 dolları 150 dollar olaraq sizə verir. Yəni ki, siz bura yatırsanız 100 dollar, burada bir ayın sonu 28-30 gün aralığında 150 dollar olacaq və bura qoyduğunuz 100 dollar artıq itəcək. Beləliklə sizin gəliriniz buradan 50 dollar olacaq. Yox, əgər çəkməyib yenidən yatırım edəsəniz, həminki günün faizına vurulur və artan qrafik üzrə davam edir. Və beləliklə bu mənim ilk videom olduğu üçün bəzi suallarınız ola bilər. Bu sayt haqqında ümumiyyətlə indiyə qədər yatırılan puldur bu. Başqa bu saytda hər gün yatırılan və çıxarılan pulların hesabatı gedir. Yəni sayt yüksək bir qrafik üzrə inkişaf edir. İnsanlara da gəlirlərini verməyə davam edir. Bu sayt öz növbəsində öz saytını reklam məqsədilə və daha çox insanları bura cəlb etmək, bura yatırım eləmək məqsədi ilə insanlara referantlıq da təklif edir. Yəni mən məsləhət görsəm kiməsə bunu və həmin adam mənim linkimdən daxil olsa yeni istifadəçi kimi onun yatırdığı pulun 7%. 7% burada məncə çox cüzi miqdardır, azdır. Amma yenə də ki, gəlirdir. Kiməsə təklif edədiyimiz təqdirdə o bizim əgər referantımız olursa yatırdığı pulun 7%-ni burada göstərir. Mən kiməsə daha referantlıq təklif eləmədim. Düzdür, bir nəfər dostum vardı, istədi və qoşuldu. Bu sayta qoşulmaq məcburi deyil, könüllü surətdədir. Yəni kim istəsə qoşular, kim istəsə qoşulmaz. Birincidən 7%, ikincidən
Mesela siz qoşduğunuz adamın da tanışı var, dostları var, çevrəsi var. İkinci qatda qoşulursa ondan 3% gəlir, üçüncü qatda isə 1%. Onun hər yatırdığı pul. Burada referantlıq linkləri var və mən bunu videonun altına qoyacağım. Kim istəsə referantım ola bilər. Çox sağ olun, bugünlük bu qədər. Çalışacağım bunun haqqında videolar çəkməyə davam edəcəm.